Buraxılış imtahanı nömrə 31. Buyurun suallarınızdan. 1. Düz yazmışıq. 2. Düz yazmışıq. 2. Düz yazmışıq. Xeyr. Gör nə deyir? Deyir ki, bərabəryanlı trapesiyanın hündürlüyü yan tərəflə 45 dərəcəli bucağı əmələ gətirir. Bir dənə bərabəryanlı trapesiya çəkərəm. Deyir ki, bax bu hündürlük yan tərəflə 45 dərəcə bucağı əmələ gətirir. Onda o birisi də 45 dərəcə bucağı əmələ gətirəcək. Davamı. Trapesiyanın hündürlüyü 8, orta xətti də 18-dir. Bax, bura 8, burada 8-dir. Orta xətti isə 18-dir. Oturacaqlarını tapın. Deməli, nə edəcəyik? Bura 45-dirsə, bunun burası da 45 olarmı? 45, 45-ə görə onda burada olacaq 8. Eyni şeyləri sol tərəfdə deyə bilərəm, burada olacaq 8. Oturacaqların da 1x olanda digər olacaq, x üzrə 16. Hamısının cəmi. İndi, orta xətt 18-dirsə, x üstə gəlsin, x üzrə 16, bölünsün 2, bərabərdir 18-ə. Buradan 2x üzrə 16 bərabər oldu 36, 2x bərabər oldu nəyə? 20-yə, x-imiz də oldu 10. Demək ki, kiçik oturacaq 10 imiş, böyük oturacaq 10-da, bütöv hamısı birlikdə 26 eləyəcək. Cavabımız oldu 10 və 26. Çatdı. 3 düzdürmü? 4 düzdürmü? 5-in sual düzdür. 5-in sual. Deməli, uşaqlar, əlimizdə A1 və A7 varsa, ilk növbədə D-ni tapa bilərəm. D-ni necə taparam? D düsturu bərabər idi. AN çıxılsın AK, bölünsün N çıx A. Xatırlayırsınızmı? Yəni, A7 çıx A1, bölünsün 7 çıx 1. Bu da olacaq, mənfi 9 çıxılsın 3, bölünsün 6. D-miz neçəymiş? Mənfi 3 imiş. İndi mənə deyir ki, silsilənin mənfi 29-a bərabər olan həddinin nömrəsini tapın. Onda yazıram ki, AN bərabərdir mənfi 29. AN açılışı. Mənfi 2 oldu bu, düzdür. Mənfi 2. İndi, AN açılışı nədir? A1 üstə gəlsin, N çıx 1, vurulsun D. Bərabərdir mənfi 29. Deməli, D-nin yerinə mənfi 2, A1-in yerinə də 3 qoysam. 3 çıxılsın 2-nin üstə gəl 2. Bərabər mənfi 29. Buradan 5 alınır. Bu təbii keçdi. Mənfi 2 n oldu mənfi 34. N də oldu 17. Cavabımız oldu 17. Sonra davam edirik. 6 düzdürmü? 7 düzdürmü? 8 düzdür. 6-da sadəcə yerinə qoyub hesablayacaqsan. Heç bir düstura ehtiyac yoxdur. Pi bölü 6 neçə dərəcədə Aydın xanım? 30. Kos 30-da nəyə bərabərdir? Deməli yazacaqsan 2 vurulsun köşdə 3 bölünsün 2. Sinüs 30 nəyə bərabərdir? Sinüs 30 2-də 1-dir. Buradan bu 2-lər getdi, bu 2-lər getdi. Cavab da qaldı köşdə 3 çıxaq 1. Sadədirmi? Məncə çox sadədir. 7, 8. Düzdür. 9 düzdür. 10 düzdür. 10 düzdür. 11. 12. 13. 14. 14-ə baxaq. 14-cü sualda deməli, ilk növbədə, bax bunun bu hissəsinə bir x kimi baxırıq. Onda bura bərabərdir 8 üstü 1-ə. Yəni 10 çıxılsın loqaritma 3-dən 2x üstə gəl 1 bərabərdir 8 üstü 1-dən 8-ə. Sonra düşünək, ondan neçə çıxanda 8 qalar? 2. Yazmalısınız ki, loqaritma 3-dən 2x üstə gələk 1 bərabər oldu 2-yə. İndi 2x üstə gəl 1 nəyə bərabər olmalıdır? 3 üstü 2-yə. Yəni 2x üstə gəl 1 bərabər 3 üstü 2, 9. Onda 2x bərabər 8. X də bərabər oldu 4-ə. Bu qədər sadə. Sonra 15 düzdür. 15 hamda düzdür. 16.
Gəlin 16-ya baxaq. Deməli uşaqlar, burada kosinus 5x var. İstəyirəm ki, burada da olsun. Bunun üçün sinus kvadrat 5x-i 1 çıxılsın, kos kvadrat 5x yazmalısınız. Kos kvadrat 5x çıxılsın 7 kosinus 5x çıxılsın 3 bərabərdir 0. 3-ü də keçirdim digər tərəfə. Vurub açıram. 3 çıxılsın 3 kos kvadrat 5x çıxılsın 7 kosinus 5x çıxılsın 3 bərabər 0. Buradan bu mənfi 3 ilə 3 gedir. Qalan hamısını da mənfiyə vursam 3 kosinus kvadratı 5x üstə gəlsin 7 kosinus 5x bərabər oldu 0. İndi kos 5x-i çıxardım. Kos 5x-i çıxartsam kosinus 5x qalacaq 3 kosinus 5x üstə gələ 7 bərabər 0. Hasil 0-a bərabərdirsə ayrı-ayrı təbii ki 0 eləməlisiniz. Onda kosinus 5x bərabərdir 0. Həmçinin 3 kosinus 5x üstə gəl 7 bərabər 0. Bəli, bunun ikincisi boş çoxluq eləyir. Çünki kosinus 5x mənfi 7 bölü 3 ola bilməz. Qaldı kosinus 5x bərabər 0 həll eləməyimiz. 5x bərabər 0 alırdı harada? 90-da. Üstə gəlsin 180 dərəcə vur k. Pi k yəni 180 k. İndi bunun hamısını böləcəyik 5-ə. X bərabərdir. 90-ı 5-ə böləndə 18. Üstə gəlsin 36 dərəcə vur k. Bax, həllimiz budur. İndi k-ya qiymətlər verək və 20-180 arasına düşən bucaqları müəyyən eləyək. Uşaqlar, k-ya birinci dəfə 0 verirəm. X neçə eləyir onda? 18. Düşərmi? Düşməz. K-ya 1 verirəm. 54 düşür. 54 düşdü. Üstə gəlsin. K-ya 2 verirəm. 90, bu da düşdü. K-ya 3 verirəm. 126, bu da düşdü. K-ya 4 verirəm. 162, bu da düşdü. Amma k-ya 5 verəndə 198 düşməz. Bunların da hamısının cəmini soruşur məndən. Cavab oldu 432 dərəcə. Başa düşdünüz? Axı məndən 20-180 arasındakı qiymətləri istəyir. Ona görə k-ya qiymətlər qoyursan ki 20-180 arasında yerləşən həllərin cəmini istəyir. Davam edirik. 17 düz yazmısınız? 17 səhvdir. Uşaqlar, 1 üstəgəl 3-nin qoşması nədir? 1 çıx 3-i. Demək ki, bura 1 olmalıdır, burada mənfi 3 olmalıdır da. Onda a çıx 3 bərabərdir 1-dən. A neçə tapılacaq? 4. B çıxılsın 8 bərabər mənfi 3-dən. B neçə tapılacaq? 5. Məndən də istəyir AB hasilini. A vurulsun B, cavabımız oldu 20. Aydındır. Sonra davam edirik. Bəli, 3 idisə, qoşması 3 idisə, demək ki, özü mənfi 3 idi. 18-ə baxırıq. Deyir, o mərkəzli çevrədə AB paraleldir CD. DMB 30 dərəcədir. DMB 30 dərəcədir. Bax, bura 30 dərəcədir. Şahı bunu belə birləşdirsən mərkəzlə. Onda bunun burası da 30 olar, razısınız. Onda bura qalanı 60. Bura 90-dır deyə, bura qalan 30. İndi fikir verin. 30-un qarşısı 4-dürsə, 90 qarşısı OD ilə bu çevrənin radiusudur da. Demək ki, radius nəyə bərabər imiş? 8-ə. Sadədirmi? Məncə çox sadədir. Növbəti gəlir. 19. Varmı? Bir neçə dəfə də izah eləmişəm bu sualı sizə. Qurban olmalığa alınmayanda alınmır demək ki. Deyir, bərabər tərəfli üçbucaqdır. Tərəfi nə qədərdir? 6. Hətta burada sizə bir söz işlədirdim. Təpəbaş konus deyirdi adına. 2 dənə konusun birləşməsi. İndi adlandırsam bunu A, B, S yazıram. AC tərəfi ətrafında fırladıramsa, onda fırlanan tərəflər AB ilə BC olacaq. Və bundan bir dənə də aşağıda yaranacaq. Burada olsun B1. Nəticədə bu dairə hissəsi yaranır. Bu bax, bu ortada. Aydındır.
şaquli vəziyyətdə elə bil ki, bir dənə dairə yarandı. Onda bunun radiusunu tapmaq üçün bu O nöqtəsində bu 6 yarıya bölünəcək. 3, 3. Demək ki, bu konusun hündürlüyü nəyə bərabər imiş? 3-ə. Radiusu da 6, 3-dən görünür ki, nəyə bərabərdir? Radius 3 kök 3. İndi ümumi həcmi tapıramsa, ümumi həcm nəyə bərabər olar? V bərabərdir. 2 dənədir deyə 2 vurulsun yazıram. Və 3də 1 pi r-in kvadratı 27 vurulsun h, bu da 3. 3'lər də gedir. 2 pi 27, bu da bizə verdi 54 pi-ni. İmtihanda düşsə görəsən yaza bilərikmi? Bəli deməyin, inanaram aşağılar. 20 düzdür. 20 düzdür. 21 düzdür. 21 də düzdür. 21'ə baxaq. 21'ə baxaq. Deyir ki, tələbə iştirak etdiyi sonuncu imtihanda 50 bal yığarsa, uşaqlar, demək ki, son imtihana qədər nə qədərsə bal toplayıb və sonuncusundan da 50 yığsa, ümumi orta balı, yəni bölürəm sayına, bərabər olacaq 50-yə. Onda x üstəgəl 50 bərabərdir nəyə? 50-ə. Bunu yazdım. Deyir ki, son imtihandan 74 bal yığarsa, yəni x üstəgəl 74 olsa, bu dəfə orta balı 56 olar. Onda x üstəgəlsin 74 bərabərdir 56 vurulsun n-ə. İndi aşağıdan yuxarını çıxın. Elə ki, təyinlər sistemini həll edirəm də. Aşağıdan yuxarını çıxın. 24 bərabər oldu 6 n-ə. N də bərabər oldu 4-ə. Çatdı mı? Çatdı. 22-yə baxaq uşaqlar. Deyir, n parametrin hansı qiymətində deməli, A və B nöqtələri 3x üstəgəl 2y bərabərdir 26 düz xəttinə nəzərən simmetrik olar. Onda uşaqlar, A və B nöqtələrinin orta nöqtəsi bu düz xəttin üzərində olmalıdır. A və B-nin orta nöqtəsini tapıram. Nəyə bərabərdir? M üstəgəl 1 ilə M üstəgəl 5-in cəminin yarısı. M üstəgəlsin 3. M çıx 4 ilə M üstəgəl 6-nın cəminin yarısı M üstəgəl 1. İndi bu nöqtəni gətirib burada yerinə qoysaz, olacaq 3m üstə gəlsin 9, üstə gəlsin 2m üstə gəl 2, bərabərdir 26. Buradan 5m bərabər oldu 15-ə, m tapıldı 3. Uşaqlar, m 3-dürsə, a-mız nəyə bərabər olar? M-in yerinə 3 qoyun. 4 ilə 9. B-miz nəyə bərabər olar? 8 ilə -1. İndi uşaqlar, A və B nöqtələrindən keçən düz xətt 3x üstəgəl 2y bərabərdir 26 düz xəttinə perpendikülər olmalıdır. Bunu belə başa düşün. Bax, fikir verin. Tutaq ki, bu A nöqtəsidir, bu da B nöqtəsidir. Əgər A və B nöqtələri bu düz xəttə nəzərən, bu balaca A düz xəttinə nəzərən simmetrikdirsə, onda A-dan B-dən keçən düz xətt bu A düz xəttinə perpendikülər olmalıdır. Mütləq. İndi A-dan B-dən keçən düz xəttin bucaq əmsalını tapın. K nəyə bərabərdir? Adına K1 deyə istəyirsiniz. K1 nəyə bərabər idi? Y2 çıx Y1 bölünsün X2 çıx X1. Nə yazacam onda? Y2 çıx Y1 -1 çıx 9 bölünsün X2 çıx X1 8 çıx 4. Bu bizə nə verdi? -10 bölü 4, yəni -5 bölünsün 2-ni. Bəs 3x üstəgəl 2y bərabər 26-nın bucaq əmsalı nəyə bərabərdir? Onda bunu belə taparam. 2y bərabərdir -3x üstəgəl 26. Y nəyə bərabər oldu? -3 bölü 2 x üstəgəlsin 13. Bunun k-sı nəyə bərabərdir? -2-də 3-ə. İndi iki düz xətt o zaman perpendikülər olar ki, bunların k-larının hasili bizə -1 versin. Amma fikir verirsinizsə, -5 bölü 2 ilə -3 bölü 2 hasili nəyi vermir? -1'i vermir. 15 bölü 4 eləyir.
K1, K2 hasili -1 vermədiyinə görə deyəcəyik ki, M-in heç bir qiymətində A və B nöqtələri bu düz xəttdən nəzərən simmetrik deyil. Deməli, cavabımız oldu M-in heç bir qiymətində. Yaxşımı? Yoxlayanda da cavablarda görürüz elə bir şey. Biraz ağır sualdır. İnşallah düşməz. 23. 23 düz yazmışıq. Gəlin 23 yazaq. Deyir, tam dolu çəndəki suyun hamısını bərabər həcmli 14 qaba töksək, hər qabda 4 litr boş yer qalar. Fərz elə ki, bir qabın tutumu x-dir. Hər qabda 4 litr boş yer qalıbsa, onda sən bu x-in nə qədərini istifadə eləmsən? X çıx 4-ünü. Neçə dənə belə qab var deyir? Vurulsun 14. Sonra deyir ki, bu qablardan 10'unu tam doldurduqda, bax bu qablardan 10 dənəsini tam doldurmuşam və çəndə əlavə 60 litr su qalıb, demək ki, 10x qədər su var, bir də əlavə 60 su var. İndi bunları vurun açın, x-i tapın. 14x çıxaq 56 bərabərdir 10x üstə gəlsin 60. 4x bərabər oldu 116. X də bərabər oldu 29. Yəni hər bir qab 29 litr su tuturmuş. Çatdı? Çatdı. 24. Düz yazmışıq. 25. 25 də düz yazmışıq. 25 dəqiq düzdür hamı da. Cavab 90'dır, bəli. Tamam.